Salam, biz bugün baxacağıq bədii əsərin dili mövzusundakı testlərin izahına. Birinci sualda deyilir ki, nümunədə nümunə ilə bağlı səhv fikri müəyyən edin. Deməli, biz burada səhv fikri seçməliyik nümunə ilə bağlı. Zümzümənlə şirin-şirin dillər yağış, küçələrdə uşaq kimi veylən yağış. Deməli, A variantında yazılıb ki, təşbeh işlənmişdir. Ya burada təşbeh işlənibdir, çünki kimi qoşması var, yəni bənzətmə qoşması, təşbeh bənzətmə deməkdir axı. Deməli, burada təşbeh işlənər. Çünki yağışı uşağa bənzədiblər, belə də olanda təşbeh yaranır, bu düzdür. Amma bizə səhv fikir lazımdır da, bu olmayacaq. Hər iki misrada metafor işlənmişdir. Deməli, ikinci misrada dedik ki, kimi təşbehdir, amma metafor deyil də. Birinci misrada yağışın dinlənməyi metafor olur, amma ikinci misrada kimi qoşmasının özü işləndiyinə görə bu təşbehdir də, yəni metafor deyil. Ona görə B variantı səhv cavabdır. Bizim də cavabımızdır elə. C-də inversiyadan istifadə olunmamışdır. Burada əslində inversiya yoxdur. Yəni yağış əslində xitabdır. Xitab cümlənin axırında gələrsə, yəni heç bir norma pozuntusu sayılmaz da. Çünki xitab cümlənin əvvəlində də gələ bilər, axırında da gələ bilər. Yəni bunu onsuz da saymırıq, sintaktik təhlil etmirik. Yəni yağışı çıxanda dillərlə verilən burada feildir. Yəni feil də cümlənin axırında gəlibdir. Yəni xəbər cümlənin axırında gəlibdir. Yəni burada heç bir norma pozuntusu yoxdur. Ona görə bu düzdür. İnversiyadan istifadə olunmamışdır fikri düzdür. İnsanla təbiət hadisəsi vəhdətdə verilmişdir. Yəni bu da düzgün fikirdir. Çünki insanla təbiət hadisəsi vəhdətdə verilmişdir. Yəni o deməkdir ki, yağış yağarkən insanın aldığı, yəni vəziyyət orada təsvir olunur. İnsanın düşdüyü vəziyyət, yəni təsvir olunur. Düzdür, bu da düzdür. Sonra deyir ki, Mikail Müşfiqin təbiət mövzusunda yazdığı əsərlərindəndir. Bəli, bu şeir misraları yağış yağarkən şeirindən götürülmüş nümunə olduğu üçün burada doğrudur. Keçdik ikinci suala. Bir hansı məcaz növündən bəhs edilir? Bədii dildə çox geniş yayılmış məcaz növlərindən biridir. Keçirmə mənasını ifadə edir. Bir əşya və yaxud da hadisənin müəyyən əlamətlərinin başqa bir əşya və yaxud da hadisə üzərinə, müəyyən əlamətlərinin başqa əşya üzərinə keçirilməsinə deyilir. Bu aid olacaq, elə burada o birisi cümlələrə heç baxmasaq da olar. Sadəcə köçürməni bilsək bəs eləyir. Köçürmə metafordur. Köçürmənin digər adı, termin olaraq adı metafordur. Məsələn, metonimiyanın digər adı ad dəyişmədir. Bənzətmənin digər adı təşbehdir. Mübaliğənin digər adı şişirtmədir. Epitetin də digər adı bədii təyindir. Qaldı D variantı. Sonra üçüncü sualda deyir ki, könül alan hansı bədii təsvir ifadə vasitəsi işlənmişdir? Demək, könül alan dünyada dilbər ki, oxuruz ismini əzbər. Aləmdə bin qarğaya bir sapan bəs, dünyaya sərvər gərək, sərvər. Deməli, burada deyir ki, bizə hansı ifadə vasitəsi işlənmişdir? Deməli, burada misraların sonuna baxarıq ki, sonda 2 dənə təkrar olunan sözlər var da. Deməli, dilbərdir, əzbərdir və sərvərdir. Bunlar misranın sonunda gəlib təkrar olunduğuna görə biz bunu epifora olaraq götürəcəyik. Məsələn, amma elə olsaydı ki, məsələn, anafora götürəcəyimiz halda, onda misranın əvvəlində gəlib təkrar olunardısa, biz bunu anafora kimi götürərdik. Amma misranın sonunda gəlib təkrar olunan sözlərdirsə, biz bunu epifora kimi götürəcəyik. Yəni, burada bir kinayə də yoxdur, bədii sual da yəni yoxdur. Bir də litota, yəni kiçiltmə deməkdir. Litota burada yoxdur. Bədii sualda çünki sual cümləsi yoxdur da burada. Yəni cavabın tələb etməyən sual cümləsi yoxdur. Və kiməsə kinayə ilə, yəni sarkazmla deyilən bir ifadələr də burada yoxdur deyə kinayə də yoxdur. Dördüncü sualda deyir ki, allegorik əsərlərdə tülkü surəti hansı adamları təmsil edir? Tülkü hiləgərliyin rəmzi olduğu üçün hiləgər olacaq burada. Beşinci sualda hansı nümunədədir ki, hansı bədii ifadə vasitəsi işlənmişdir? Deməli, başına döndüyüm ay dədə kərəm, gözlərim tor görür, ürəyim vərəm, dəryalar mürəkkəb məşələr qələm, onlar yazdıqca dərdim var mənim. Deməli, burada
Dəryalar, mürəkkəb meşələr, qələm hissəsi, bu hissə mübaliğəyə uyğun gəlir. Ona görə bu, yəni şişirtmədir əslində. Meşələrin qələm şəklində olması, dəryaların mürəkkəblərə dönməsi artıq vəziyyətin şişirdilməsidir. Ona görə biz bunu burada mübaliğə kimi götürəcəyik. 6-cı sualda nümunədə hansı bədii təsvir vasitəsi işlənmişdir? Aynəbənd evlərin eyvanı sənin, yuyunur qoynunda al şəfəqlərin. Deməli, burada yuyulmaq, yəni yuymaq insana aid olan xüsusiyyətdir. Şəfəqlərin üzərinə köçürüldüyünə görə burada metafor yaradır. Ona görə D olacaq, yəni köçürmədir bu. Sonra deyir ki, hansı 7-ci sualda hansı verilmiş parçada hansı bədii təsvir vasitəsindən bəhs olunur? Deməli, bədii təsvir vasitələrinin bu sadə növü müəyyən cəhəti nəzərə çatdırmaq üçün onu ifadə edən sözə qüvvətləndirici başqa bir sözün əlavə olunması yolu ilə yaranır və əlavə olunan söz məcazi mənada olur və təyin edici səciyyə daşıyır. Təyin edici səciyyə daşıyırsa, deməli bu olar bədii təyin. Görürük ki, cavablarda məsələn bədii təyin ifadəsi yoxdur. Bədii təyin digər adı epitet olduğu üçün epiteti götürəcəyik burada. 8-ci sual. Bunlardan biri əks anlayışların, vəziyyətlərin qarşılaşdırılması yolu ilə yaranır. Bu da əks anlayışlar varsa, deməli antonimlik var, bir uyğunsuzluq var və bir təzad, paradoks var. Deməli, biz burada götürəcəyik təzad cavabını. 9-cu sual. Bu səs mənim sarvanımın səsidir. Bax, o nəfəsi səndən aldı, ana torpaq. Deməli, burada baxırıq misralara və misralarda baxırıq ki, torpaq və torpaq 2 dəfə eyni söz təkrar olunubdur 2 dəfə. Deməli, bu epifora yaradıbdır. Çünki bu ikinci misrada misranın sonunda gələrək təkrar olunan söz olduğu üçün bu epifora sayılır. Ona görə burada olur A variantı. 10-cu sual. Nümunədə hansı bədii ifadə vasitəsi işlənmişdir? Qayaları sökün, sement verin, beton tökün. Deməli, yenə eyni qaydada sökün sözləri 2 dəfə, yəni təkrar olunduğuna görə birinci misranın sonundakı sözlər 2 dəfə təkrar olunursa, yenə bu təkrir adlanır. Yəni bu epiforadır, amma epifora cavablarda olmadığı üçün, çünki bölgüsü verilməyibdir anafora, epifora deyə, biz bunu təkrir kimi götürəcəyik yenə. 11-ci sual. Hansı bədii təsvir vasitəsi işlənmişdir? Burada deyir ki, daş qəlbli və soyuq qanları. Bu deyir hansı təsvir vasitəsidir? Yəni daş qəlbli bir insan ola bilməz. Yəni qəlbi daşdan ola bilməz də. Bu məcazi mənadadır artıq. Məcazi mənada da olduğu üçün bu epitet adlanacaq. O da E variantı. Sonra 12-ci sualda deyir ki, nümunədə hansı bədii təsvir vasitəsi vardır? Əlimdə bir əsa, gözümdə çeşmək, loğman tək gəzirəm vətən mülkünü. Deməli, burada tək sözü burada bənzətmə qoşmasıdır. Biz təki burada demişdik ki, kimi sözünlə də əvəz eləyə bilərik. Təki kimi sözünlə əvəz eləyəndə yenə də bənzətmə qoşması olduğunu görürük. Bənzətmə qoşması da işlənər, təşbeh işlənən variantda. Daha sonra 13-cü sual. Nümunədə hansı bədii ifadə vasitəsi işlənmişdir? Dəyişdi dünyanın əvvəlki əski səhnəsi. Dəyişdi dünyanın əvvəlki səsi. Deməli, burada baxırıq ki, dəyişdi xəbərdir və cümlənin əvvəlinə keçdiyinə görə inversiya yaradır. Birincisi inversiya olacaq ifadə vasitəsi olaraq. Bir də burada dünyanın əski səhnəsi dəyişdi, dünyanın əvvəlki səsi dəyişdi və bu dəyişdilər burada cümlənin əvvəlində gəlibdir, misranın əvvəlində gəlibdir və 2 dəfə təkrar olunubdur hər iki misrada. Ona görə bu da anafora yaradır, yəni təkririn anafora növünü yaradır. Ona görə burada olur D variantı. Epifora ola bilməzdi, çünki sonda gəlmir də. Sonda gəlsəydi epifora olar, amma əvvəldə gəlib təkrar olunan sözdürsə bu artıq epifora sayılmaz da, anafora sayılır. 14-cü sualda nümunədə hansı bədii təsvir vasitəsi işlənmişdir? Alma yanağına, bal dodağına, baxan kimi ağlım çaşdı gülən dam.
Deməli, burada alma yanaq, bal dodaq, bu artıq epitetdir. Bu artıq epitet. Amma belə olsaydı, alma kimi yanağına, kimi qoşmasından istifadə olunsaydı, bal kimi dodağına baxan kimi, məsələn, ağlım çaşdı, belə olsaydı, bu artıq təşbeh olardı. Çünki kimi qoşması var, bənzətmə qoşması varsa, deməli təşbeh var. Amma yoxdursa, deməli burada təşbeh yox, burada məcazi mənada ifadə işlədildiyinə görə epitet olacaq bu. Ona görə A-dır burada. 15-də deyir ki, mən nigaram, ah çəkərəm, daşın dağlara tökərəm, yerində bürc bar tikərəm, dağlara əvazı neylədir? Deməli, burada ah çəkir, sonra daşın dağlara tökür və yerində də bürc tikir. Yəni burada görürük ki, hər şeyi şişirdir də, şişirtmə var. Yəni şişirtmənin də termin olaraq adı mübaliğədir. Ona görə burada cavab olur mübaliğə. 16-cı sualda nümunədə işlənmiş bədii təsvir vasitəsini müəyyən edin. Saçın kimi qıvrılan dalğalara dalaydım, dalıb ilham alaydım. Deməli, burada kimi qoşması var və bu bənzətmə qoşmasıdır. Bənzətmə qoşması da varsa, deməli, təşbeh işlənibdir burada. 17-ci sualda nümunədə hansı məcaz növü işlənib deyir. Durna tək süzmə barı, mərcanın düzmə barı, üzünə həsrət qaldım, kağızın üzmə barı. Deməli, burada bir dəqiqə baxaq. Durna tək var. Tək burada bənzətmə qoşmasıdır. Bənzətmə qoşması da təşbehdə işlənərdə. 18-ci sualda deyir ki, nümunədə hansı bədii təsvir vasitəsindən istifadə edilmişdir? Yerdən ayağını quş kimi süzüb, yay kimi dartılıb, ox kimi süzüb, yenə öz sürünü nizamla düzüb, baş alıb gedirsən hayana ceyran. Deməli, burada kimi qoşması var və bu da təşbehi yaradır. Ona görə təşbeh götürəcək yenə. 19-cu sualda nümunədəki meşələr sözləri hansı bədii təsvir ifadə vasitəsidir? Hansı ifadə vasitəsidir? Meşələr və cümlənin əvvəlində gəlib təkrar olunursa, əgər misranın əvvəlində gəlib təkrar olunursa, yəni biz bunu götürəcəyik. Doğrudan da siz yayda da, qışda da bir baharsınız, deyir. Meşələr, doğrudan da siz yayda da, qışda da bir baharsınız. Misranın əvvəlində gəlib təkrar edildiyinə görə biz bunu götürəcəyik təkrin anafora növü. Amma epifora ola bilməzdi, çünki sonda gəlmir də. Sonda gəlsə epifora olur. Əvvəldə gələndə anafora olur. İndi 20-ci sualda nümunədə hansı işlənmiş bədii ifadə vasitəsini müəyyən edin. Mən aşıq maral yana, sən də gəl maral yana, necəsən bir ah çəkim, dağlarda maral yana. Bu mübaliğə olacaq da, çünki ah çəkməsindən dağlarda maral yana bilməz və yəni biz bunu mübaliğə kimi götürəcəyik.